Bizim üçün komfort təsadüfi deyil, hesablanmış bir qərardır. Model 26 da məhz belə doğuldu. Kiçik məkanların bizə diktə etdiyi sərhədləri yox, onların yaratdığı kiçik atmosferləri düşündük. Minimalizmə sığınan yox, minimalizmi anlayan bir forma yaratmaq istədik. Ağırlığı olmayan, amma varlığı duyulan bir divan. 26 model kiçik məkanlar üçün nəzərdə tutulduğundan, bunun amarcası mütləq ziqzaqya sistemi olmalıydı və bunun üçün də xüsusi bir paralon növü var. O tətbiq edilməli idi. Biz heç bir şey nəzərə almadan, müəyyən xərcləri nəzərə almadan bu sistemi, bu modeli tətbiq elədik. Uzun müddətli istifadə olunsun deyə. Modelin hər bir hissəsi aval olduğundan bunun sadə bükmək, paralon ilə istehsal eləmək demək olar ki, uzun müddətdən sonra fəsadlara gətirib çıxarda bilərdi. Və biz yekunda belə bir qərara gəldik. Bütün paralonlar ki var, qollar daxil, oturumlar daxil, söykənəcələr daxil, CNC kəsimdən keçməlidir. Tam oval formasını almalıydı və bu da paralonda təzyiq yaratmır, büküm təzyiqi yaratmır və uzun müddətli istifadəyə şərait yaradırdı.